Kremlin mətbuat katibi Dmitri Peskov Fransanın Le Point qəzetinə geniş müsahibə verib. Müsahibədə diqqət çəkən məqamlar var. Onları sizin üçün bir araya toplamışıq. Dediyimiz kimi detallara elə monitordan birlikdə nəzər yetirək. Vladimir Putin tam atəşkəs ideyasını dəstəkləyir. Lakin bundan əvvəl onun parametrləri, o cümlədən Kiyevə Avropa silahlarının verilməsi məsələsi aydınlaşdırılmalıdır. Volodymyr Zelenskinin istefası, bu hissədə xüsusi dayanmaq istəyirəm. Elə gəlin birlikdə daha diqqətlə baxaq. Volodymyr Zelenskinin istefası Moskvanın tələblərindən biri deyil. Lakin onun imzaladığı istənilən sənəd qeyri-legitim olduğu üçün etiraz edilə bilər. Ukrayna neytral dövlətə çevrilməlidir. Onun NATO-ya üzvlüyü Rusiyanın təhlükəsizliyinə təhdidlər yaradar. Kiyev rejiminin başçısı Avropa və Birləşmiş Ştatları Rusiyaya qarşı müharibəyə sürüklədi və özünü yer üzündə anti-Rus olan hər şeyin mərkəzi kimi təqdim elədi. Zelenski silahlı qüvvələrə tam nəzarət eləmir. Bəzi millətçi birləşmələr ona tabe olmur. Bu böyük problemdir deyib, həm də Ukraynanın daxilinə bir mesaj atmış da oldu Dmitri Peskov. Avropa hələ Kiyev rejiminin mahiyyətini dərk etməyib. Orada nasist yönlü ünsürlərin hakimiyyətə təsir etdiyinə göz yumur deyə Dmitri Peskovun dediyimiz kimi Le Point qəzetinə müsahibəsindən önə çıxan başlıqları sizin üçün səsləndirdim. Diqqət çəkən açıqlamaları sizin diqqətinizə çatdırdım.